Yavaş yavaş kaldırmalı. Mesela hamısını bir yerden yazalım. Biri orada, biri buradan. İki nəfərsə, bak oradan, qoltuğun altından. Ama tələsməyin, tələsməyin. Biz gələk. Sən diqqət olsun, həlli qaldırmayın. Yox, həlli yox. Bir dəqiqə. Sən təala. Əllərinizi biraz möhkəm tutun. Siz də hamınız qaldırırsınız. Deməli, məsələ nədən ibarətdir? Siz hamınız bizə yox, bir-birinizə diqqət yetirməlisiniz ki, birlikdə qaldırasınız. Eyni zamanda, eyni yüklə, eyni tarazlıqla qaldırmalısınız, rahat tələsməlisiniz. Kimsə komanda verməlidir. Baxın, aranızda kimsə komanda verməlidir. Qaldıran çox vacib məqamdır. Aranızda kimsə komanda verməlidir və digərləri ona diqqət edib bir yerdə qaldırmalıdır. Biri desin ki, yavaş-yavaş qaldır. Komanda bir nəfər. Bir yerdə dinlə, sən deyəndə bir yerdə qalırsın. 1, 2, 3. 1, 2, 3. Tələsməyin. Tələsməyin. Çətin ediyorsun. Daha da asan. İki nəfər də qalacaq yerine. Biraz tələb olun. Eyvanda qalma. Siz tələsməyin. Bir dəqiqə, baxın. Burada bir məqam var, biraz tələsdik. Niyə? Daha yaxşı qaldırmaq olardı, daha asan. Heç biri əslinə qalsa, komanda ruhu budur. Komanda işi budur. Heç biri çox əziyyət çəkməyibdir. İndi hansından sorsanız, 2 dəfə artıq çəkin deyiləcək, qaldırar. Biraz 150 kilo olsaydı qaldırardı. Kubik bilətdir misin? Yox. Çox əziyyət düşmür. Sizdən fiziki cəhətdən daha zərbi insanlar daha yaxşı eləmək üçün özləri qeyd elədilər bir məqam. Dedi ki, bir yerdə qaldırsaydı, biraz tələsdik biri balaca. Tez qaldırmağa çalışdılar. Eyni tapşırığı düzgün icra eləmədilər. Yəni ki, yavaş-yavaş. Tələsmədən rahatca qaldırın. Arxa tərəf biraz çox yüksək qaldırmaq istəyir. Yox, arxa tərəf biraz qaldırdı, ön tərəf biraz da yuxarı qaldırmaq istədi. Tələsmədən bir yerdə qaldırmalıydı dəstək varsa. Ona görə siz biraz yük çox götürünüz. Arxa tərəfə biraz yük çox düşdü. Sadəcə bir yerdə qaldırsaydınız, onların olmağınızı göstərməyə çalışmasaydınız və qaldırdığınız insana diqqət edirsəydiniz, arazlığı saxlasaydınız, hamıya yük az düşəcəkdi, daha az düşəcəkdi. Ona görə təşəkkür edirəm, çox sağ olun, mənim sizə çox sağ olun. Amma işimizi çox başarılı elədik. Yəni, çox uğurlu iş alanındayıq. Artıq təcrübəmiz var. Baxın, bu oyun komanda prinsipini göstərən oyundur. Artıq hamımızın təcrübəsi var.